Salam dostlar. Yeni videodan hər kəsə salamlar. Bugünkü videomuzun mövzusu Black Friday alış-verişidir. Bugün sizə Black Friday'də endirimlərdə əldə etdiyim məhsulları bölüşəcəm. Artıq bir neçə gündür belə deyim sifarişlərim gəlibdi. Hamısını yığmışam ki, videoda birlikdə açaq. Ona görə hətta deyim ki, 3-4 gündür bəzi məhsullar çox səbirsizliklə gözlədiyim məhsullar gəlib və mən onları açmamışam. Gözləyirdim ki, bu videoda birlikdə açaq. Gəlin başlayaq. H&M-dən bir neçə bluz almışam və köynək. Gəlin onları sizə göstərim. Belə sarı rəngdə bir belə deyim sviter almışam. Pastel sarısıdır. Çox qalın deyil, amma belə deyim çox bəyəndim. Rəngi fərqlidir. Nude sarı olduğu üçün aldım. Daha sonra çox bəyənərək belə bir bluz almışam. Görsənir. Görürsüz bu necədir? Xaki rəngindədir və qolları biraz balon formasındadır. Bunu geyinib baxmışdım, inanılmaz gözəl qalır. Daha doğrusu sifariş eləmişdim, düyməsinin biri əksik gəlmişdi. Onda geri qaytardım, yenisini sifariş elədim. Geyinib baxmışdım, çox gözəl qalır, rəngi də çox gözəldir. Bunu çox sevərək geyinəcəm. Və 2 ədəd də mağazada olarkən, belə deyim, gözümə xoş gələn köynəklər oldu, onları aldım. Və bir neçə məhsulu da mağazadan almışam. Belə bir mavi rəngdə köynək almışam. Ümumiyyətlə mən köynəkləri çox sevirəm. Həm yayda, yazda belə deyim kombinləmək çox xoşuma gəlir. Hər bir halda belə deyim looku çox cool göstərmək mümkündür. Qəşəng köynəkləri təbii ki. Və bir də belə bir çox gözəl köynək almışam. Bu köynəyi artıq bir dəfə geyinmişəm. Materialı qalındır. Belə deyim bu sezonun dəbdə olan parçalarındandır. Əsə təsadüfən idmana gedərkən endirimdə olduğunu gördüm. XS bədəni, qollarını görürsüz, belə uzundur. Əslində bu belə beldən bir qədər yığılır və ətək hissəsi bir qədər kloş gəlir. Görürsüz, buradan bilmirəm görsənir. Çox gözəldir. Köynəyi bir dəfə artıq geyinmişəm, çox gözəldir. Ancaq ətəklə də kombinləməyi düşünürəm. Düşünürəm ki, ətəklə çox gözəl qalacaq. Belə H&M-dən aldıqlarım səhv etmirəmsə bu qədər. Davam edək. Bir neçə belə deyim baxım məhsulu almışam. Ancaq sadəcə bir dənə kosmetik məhsul var arasında səhv etmirəmsə. Yox, bir dənə də var, onu da göstərəcəm. Bu MAC-dir, görürsüz. Bunu əslində Black Friday endirimdən yox, 11 noyabr endirimdən almışam. MAC-də hər il 11 noyabrda bəzi məhsullar 11 evroya düşür. Bunu keçən il təsadüfən görmüşdüm və bu dəfə də belə deyim getdim və baxdım məhsullara. Dodaq boyalarım filan çox olduğu üçün düşündüm yenə də dodaq qələmi alım. Keçən il də dodaq qələmi almışdım. Bu dəfə belə bir rəng aldım. Grey rəngini aldım. Bu biraz soyuq qəhvəyi bir rəngdir. Baxın. Konturlamaq üçün çox gözəldir. Hətta deyim ki, bununla çox gözəl burun konturlamaq olar, yoxlamışam. Və MAC-in karandaşları çox böyük olur deyə uzun müddətdə istifadə etmək mümkün. Hətta deyim ki, Black Friday endirimlərində belə bu dodaq qələmləri 11 evroya düşmür. Ancaq 11 noyabrda bu endirim olur. Mən də yararlandım və almaq istədim. Belə, davam edək. Gəlin bu bağlamadan davam eləyək. Bunu açmamışam. Açım. Burasını yəqin ki, sürətləndirərəm və keçək bağlamanın əsas səsinə. Bu AirPods-dur. AirPods 4 almışıq. Daha doğrusu Salih mənə bunu hədiyyə elədi. Çünki mənim qulaqlıqlarım artıq zərətqə saxlamır. 5 ildir artıq mən onu istifadə eləyirəm və mən çox istifadə eləyirəm qulaqlığı. Ona görə də artıq yenisini almaq qərarına gəldim və Black Friday-də Amazonda kifayət qədər endirim olduğu üçün oradan aldıq. Mən AirPods 4 almışam və bu Active Noise Cancellation funksiyası olanı aldım. Orada AirPods 4 2 ədədi idi. Birində bu cancellation funksiyası var idi, digərində isə yox idi. Mən də düşündüm ki, onu alım. Belə, çox səbirsizlənirəm bunu istifadə etməyə. Videonu bitirən kimi bunu istifadə edəcəm dərhal.
Gəlin birlikdə açaq. Çox gözəldir. Görünüşü bu formadadır. Hətta deyim ki, mahnı qoşmamışam, ancaq indi danışıram, özüm öz səsimi qəribə eşidirəm. Bunu ilk fürsətdə yoxlayacağam. Əgər istifadə edən varsa aranızda AirPod 4-ləri fikirlərinizi rəydə bildirin, mənə də maraqlıdır. Belə. Daha sonra Asus'dan bağlamamız var. Gəlin onu açaq. Asus'dan belə bir uq almışam. Qara rəngdə. Və hündür, belə deyim, platform olan istəyirdim. Çox gözəldir məncə. İçi qalındır. Və qara uqlarda mən bəzilərində gördüm, içi açıq rəngdən, onu sevmirdim. Qara olsun istəyirdim. Və sırf bunu çox bəyəndim. Boyu, alt platformu filan. Bunu endirimlə 30 euroya aldım. Çox güclü bir endirim olmamışdı açığı bu ayaqqabılara. 33 euroydu. 30-a düşmüşdü. Daha sonra bir ədəd balaklava almışam yenə. Belə bir balaklavadır. Çox yumşaqdır. Rəngi çox gözəldir. Açıq boz deyil. Belə bir qədər asfalt rəngində olan bozdur. Və bu formadadır. Mən ümumiyyətlə balaklavaları çox sevirəm. 3 ədəd balaklavam var. Düşünürəm ki, həm şərf olaraq, həm də papaq olaraq çox ideal istifadəsi. Həm də balaklavalar saçımı belə deyim yapışdırmır. Adi papaqlar taxanda, çıxaranda görsən ki, saç belə başa yapışıbdır. Bir də özümə yaraşdırıram balaklavaları. Məncə qəşəng qalır, bilmirəm. Ona görə çox sevirəm. Bu rəngdə balaklavam yox idi. Bunu da endirimlə səhv etmirəmsə 16 euroya aldım. Rəngini çox bəyəndim. Düşünürdüm ki, rəngi açıq olsa geri qaytaracağam. Və Asus'dan belə bir Huda Beauty'dən məhsul almışam. Bu Huda Beauty'nin konsileridir. Daha doğrusu korrektorudur. Açıqdır görəsən, yox. Bunu açım. Korrektor mən NYX-dən istifadə eləyirdim, peach rəngini və artıq o bitirdi. Bu konsileri, belə deyim, bu rəngi sırf yeni çıxıbdır. Bunun rəngi light peach olmalıdır, səhv etmirəmsə. Bəli, peach light. Görürsünüz? Belə bir rəngi var və şərhlərə filan baxmışdım. Güvəndiyim bir-iki insan var. Onlar şərhinə əsasən almışam. Deyilənə görə çox gözəl örtür. Rəng korreksiyası çox gözəldir. Baxın. Bunu ilk fürsətdə istifadə eləyəcəm. Düzdür, NYX artıq bitir məndə, bitsin, ondan sonra istifadə eləyəcəm. Balaca olmağı da idealdır. İstədim birinci balaca boyunu alım, yoxlayım. Xoşuma gəlsə böyük boyunu alaram. Bəlkə yenə də balacasını alaram, çünki bu boyu idealdır harasa gedəndə aparmaq üçün də. Belə. Və belə bir bağlamamız var. Bu bağlamanı mən çox belə deyim, sevərək almışam bu məhsulu. Çoxdan da istəyirdim, çoxdan da axtarırdım. Axır ki, çox yaxşı endirimə düşmüşdü deyə aldım və 3 gündür mən bunu açmamaq üçün daha doğrusu özümü güclə saxlayıram. Çünki ilk fürsətdə istifadə edib, belə deyim, yoxlamaq istəyirəm. Gəlin açaq. Dostlar, bu Medicube Age Pro üz, belə deyim, masaj alətidir. Bu barədə çox araşdırmışam, çoxlu videolara baxmışam, nəticələr filan, belə deyim də 6 aylıq nəticəsi, 3 aylıq nəticəsi, ümumiyyətlə insanların şərhləri filan məni çox həyəcanlandırdı. Çünki mən üzbaxım, belə deyim, prosesləri baxlıyam. Belə deyim,
maraq dairəmdə olan bir mövzudur. Ona görə də bu məhsulu almağı çoxdan da istəyirdim. Hardasa bir ildir mən bu məhsulu almaq istəyirəm. Hətta Yaponiyaya gedəndə hər yerdə axtarmışdım, heç yerdə yox idi. Yəni burda axırda alacaqdım, sonra nə isə qaldı və baxdım ki, Black Friday endirimlərində kifayət qədər endirimə düşmüşdü. Mən bunu YesStyle-dan aldım. Səhv etmirəmsə 150 evroya almışam. Gəlin açaq baxaq. Belə bir broşur çıxır. Bu haqda danışarıq. Məhsulun özü isə budur, dostlar. Baxın. Bu məhsulun bir neçə modu var. Üzə həm lifting verir, poraları kiçildir. Hər belə deyim, modun öz funksiyası var. Özünüz ətraflı maraqlana bilərsiniz. TikToka yazsaz, YouTube-a yazsaz kifayət qədər reviewları var. Özüm də istifadə etdikdən sonra ayrıca bununla bağlı review çəkəcəm və istifadə etməmişdən öncə üzümün ilk öncə şəklini çəkəcəm. Daha sonra bir neçə müddət istifadədən sonra da üzümü belə deyim şəklini çəkib müqayisə edəcəm. Çünki özümə də çox maraqlıdır. Deyilənə görə çox böyük effekt yaradır, yaxşı mənada. Gəlin modlarına baxaq. Booster microcurrent mode, level dermashot mode, level 1 airshot mode. Və level burada belə deyim 5 səviyyəyə qədər artırmaq mümkündür. Təbii ki, ilk başlayanlar birinci səviyyədən başlamalıdır. Dediyim kimi çox videolara baxmışam. Nəysə bu barədə daha sonra uzun-uzun danışarıq. Keçək digər məhsullara. Medicube-la istifadə etmək üçün belə deyim 2 ədəd eyni brendə məxsus məhsul almışam. Belə PDRN Pink Collagen kapsul krem almışam. PDRN məhsulları hal-hazırda çox belə deyim TikTokda filan viraldır. Bu somon DNA'sından alınır. Yəqin ki bilirsiniz, üzə biorehabilitasiya filan eləyəndə somon DNA'sından da edirlər. Hətta mən də etdirmişəm bir dəfə. Belə bir qaşığı çıxdı. İçərisi səhv etmirəmsə kapsul formasındadır. Baxın nə maraqlıdır. Görürsüz? Belə kapsul formasındadır. Bunu da səbirsizlənirəm istifadə etmək üçün. Və özünün qaşığı var. Qaşığı ilə istifadə edə bilirsiniz. Dediyim kimi, mən bunların hamısını YesStyle-dan əldə etmişəm. Hətta YesStyle-dan mənə endirim kodu da verilibdir. Bura aşağı qeyd edəcəm endirim kodunu. Siz də oradan həmin endirim kodunu daxil edərək endirimli alış-veriş edə bilərsiniz. Bir də belə bir məhsul almışam. Bu Zero Pore One Day Serum. Poraları kiçiltmək üçün nəzərdə tutulmuş bir serumdur. Mavi rəngdədir, səhv etmirəmsə. Bəli. Açıq mavi rəngdədir. Belə. Daha sonra özümə belə bir mokasinlər almışam qara rəngdə. Bunu Geox'dan aldım. TK Maxx mağazasında satılırdı. Bu formadadır. Belə bir mokasin istəyirdim. Tünd qəhvəyi rəngində var idi. Xatırlayırsınızsa, keçən il Black Friday onu Zara'dan almışdım. Ancaq qara rəngdə yox idi. Bəzən çünki qara rəngdə lazım olur. Bir dəfə artıq geyinmişəm, səhv eləmirəmsə. Bunu yazda çox gözəl kombinləməyi düşünürəm. Belə. Və bir də çanta almışam. Bu çantanı çoxdan istəyirdim. Gəlin sizə onu göstərim. Bu belə bir çantadır. Polin yəqin ki görmüş olarsınız. Mən mini boyunu almışam qara rəngdə. Bu çantanın daha çox taba belə camel rəngi məşhurdur. Yəni çox insanlarda onu görə bilərsiniz. Mən sırf qara istəyirdim və standart boyda yox, mini boyda olanı istəyirdim. Çünki bunun boyu məncə idealdır. Digəri mənə görə biraz çox böyükdür. Bunun belə deyim dizaynını çox bəyənirəm. Mən bu formada istifadə eləməyi daha çox sevirəm, amma belə deyim bu biraz böyüyür. Qıraqlarında maqnitləri var. Belə açılır. Görürsüz. Bu formada da istifadə olunur. Yəqin ki bu formada daha çox görmüş olarsınız. Ancaq mən digər formada daha çox bəyənirəm. İçəri qatlanmış formada. Bu formada
içi belə böyükdür və bir ədəd belə bir kaşlyoku var. Bunu almaqda məqsədim o idi ki, mənim belə deyim, böyük qara çantam yoxdur və boyum belə deyim, çox xoşuma gəldi. Çünki çox böyük deyil, idealdır. Baxın, görürsüz. Bu formadadır. Qışda istifadə üçün böyük çantalar daha əlverişli deyə düşünürəm. Çünki çox vaxt kameramı özümlə götürürəm, kosmetika, pulqabı filan daha rahat olur. Ona görə belə bir çanta ehtiyacım var idi və bunu da Black Friday-də çox yaxşı bir qiymətə aldım. Əslində videonu burada bitirmişdim. Sadəcə düşündüm ki, çantamı belə deyim, unpacking eləyəcəm. Gəlin birlikdə edək və içini dolduracağam. Görək nə dərəcədə kompaktdır. Ən sevdiyim hissə. Belə balaca qulpları da var əldə tutmaq üçün. Ancaq mən çox güman ki, çiyindən asan formada daha çox istifadə edəcəm və bunun ən xoşuma gələn cəhəti bir də odur ki, bu balaca qulpları içəri qatdalanır və buradan bağlandığı halda, yəni görsənmir. Belə. Gəlin emblemasını da kəsək. Bunun içərisində də belə sintefonlar var. Formada. Və bir də ən sevdiyim. Hazırdır. İndi çantamı yığa bilərik. Belə bir makyaj çantam var. Bunu qoyacağım. Daha sonra pulqabım. Belə bir qəpiklər üçün qabım var. Və təbii ki, AirPods. Bu arada belə bir AirPods üçün case almışam. Bunu AliExpress-dən sifariş eləmişəm. Əgər maraqlı olsa, ümumiyyətlə məhsullar barədə hər hansı bir sualınız olsa, şərhlərdə qeyd eləyin. Sizin üçün linkləri yerləşdirərəm. Bunu çox bəyəndim. Baxın. Təbii ki, bunu da yerləşdirəcəm və bura qoya bilərəm məsələn. Bir də kameram. Təbii ki, hal-hazırda çəkdiyim üçün kameramı yerləşdirə bilmirəm. Voila, hazırdır. Çox gözəldir. Çox sevərək istifadə edəcəm bu çantanı. Çox bəyəndim. İçi dolu olduğu halda da bu formada görsənir. Belə, sizin fikirləriniz nələrdir? Ümumiyyətlə, aldıqlarımdan ən çox hansıları bəyəndiniz? Şərhlərdə fikirlərinizi qeyd etməyi unutmayın. Videonu bəyənib kanala abunə olsanız şad olaram. Növbəti videolarda görüşənədək hələlik.